Salam dostlar, rayona qohumlarımızla bayramlaşmağa gedirik. Səhər yola çıxdıq və yolumuz Şirvan Hacıqabul. Üç uşaqla yola çıxmaq həqiqətən də çox çətindir. Əsasda bir yaşlı qızımla ailəmi vurur bir-birinə, hər şeydə maraqlıdır. Birinci getdik qaynanama dəydik, sonra yoldaşımın dayısı gilə. Tort aldıq, keçdik içəri. Şakir baba ilə görüşdük. Mənim oğlum Allahı ağbaşlı kişi təsəvvür edir, onu da görəndə hər dəfə məndən soruşur, mama o Allah babadır. Qızım da televizorun qabağında oynayır ki, bunların əlindədir. Sonra gəldik çay içdik, söhbət etdik və getdik yoldaşımın böyük dayısı gilə. Uşaqlar da oyuncaqlarla oynayıb başlarını qatdılar. Virtual təbriklər bugün nə qədər də aktual olsa da bizim üçün canlı ünsiyyət tamam başqadır. Novruzun gözəl adət-ənənələri var. Məsələn, qapı pusmaq. Həyatımda bir dəfə qapı pusmuşam. O da 10 il bundan qabaq. Mahnı səsi eşitdim və qız səsi dedi: "Ay qız, gedirsən." İnanmarsınız, 2 ay sonra hərim verildi və nişanlandım. Siz qapı pusmusunuz və nə eşitmisiniz? Düz çıxıb. Dəylərdə yazın, mənə də maraqlıdır. Oğlum da papaq atmağa getdi. Özü də bacısının papağı ilə. Bacısı da savaşır deyir, mənim papağımda 50% mənim olmalıdır. Əllərinə sağlıq İlham xalanın gözəl süfrə açmışdı. Sonra gəldik mamamgilə, bacım da süfrəyə aş gətirdi. Uşaqlar da oynayıb yumurta döyüşdürürdülər. Mamam bayramda bizə gələ bilmədi, işlə bağlı. Evdə mini bağça açıb. Körpə uşaqdan tutmuş, məktəbə gedən uşaqlara baxır. Əsasda rus dilini bilir və məktəbə hazırlaşdığı uşaqlar bugün əyalacıdır. Şirvandan olan izləyicilərimə maraq gəldisə bu mövzu, direktə yazıb ətraflı məlumat verə bilərəm. Səhər yığışdıq, qaynanamı işdən götürdük, medistra işləyir və getdik Bakıya, evimizə. Bu qədər dostlar, takib atmağı unutmayın.